12 yanvar 2016-cı ildə Fars körfəzində bir hadisə baş verdi. Amerika donanmasına məxsus 2 silahlarla dolu hərbi gəmi İranın su sərhədlərinə yaxınlaşdı. Gəmini idarə edən hərbiçilər bilmədilər ki, İran tərəfi artıq onların yerini izləyir və təhlükə yarandığını birbaşa radarlarla müəyyən ediblər. İran donanmasına məxsus hərbi qüvvələri hərəkətə keçdi. GPS vasitəsilə bu hərəkəti izləyib ilk növbədə xəbərdarlıq etdi. İran donanmasının sərhəd qüvvələri ilk növbədə məlum gəmiyə yaxınlaşaraq xəbərdarlıq etdi. Amma Amerika hərbiçilər tərəfindən heç bir cavab verilmədi. İran qüvvələri ikinci dəfə daha sərt xəbərdarlıq etdi. Bu sulara daxil olmağa icazəniz yoxdur. Amma Amerika hərbiçiləri bu xəbərdarlıqlara qarşı da etnasızlıq göstərdilər. İran donanması qüvvələri artıq öz qətiyyətlərini və ciddiliklərini göstərmək məqsədi ilə daha bir addım atdılar. İran donanması öz sularına icazəsiz girmiş gəmini tam nəzarətə götürdülər. Onda olan hərbiçiləri və silahlarını ələ keçirdilər. Artıq səhər saatlarında Amerika donanmasına məxsus gəmi və onda olan heyət İran qüvvələri tərəfindən tam nəzarətə götürüldü. Heç bir qarşıdurma və silah işlətmədən. Beləliklə, heç bir atəş xəbərdarlığı olmadan bu iki hərbi gəmi saxlanıldı. Amerika rəsmiləri diplomatik dillə hadisənin baş verdiyini etiraf etsələr də, bu sadəcə İranın qətiyyət və göstərişlərinin nəticəsi idi. Qeyd etmək lazımdır ki, Vaşinqton ilk növbədə müdafiə və ya müqavimət xəttini tutmağa çalışsa da, sonda diplomatik tərzdə danışmaqdan başqa çarələrinin olmadığını başa düşdülər. Çünki bu hadisə sırf hərbi və ya taktiki səhv ucbatından deyil, İranın real güc nümayiş etdirməsi sayılırdı. Bugünə qədər hədə-qorxu dili ilə öz problemlərini həll edən Amerika rəsmiləri bu dəfə fərqli bir nəticə nümayiş etdirdilər. Sanki İranın yeni bir mərhələyə qədəm qoyduğunu, müqavimət və mübarizə mövqeyinin kəskin olduğunu başa düşdülər. Burada xüsusi şəkildə vurğulamaq lazımdır ki, Amerika ilk dəfə idi ki, belə bir vəziyyətlə qarşılaşırdı və geri çəkilməyə məcbur idi. Bugün eyni vəziyyət, eyni suallar yenə gündəmdədir. Yüksələn xətt üzrə inkişaf edən Amerika və İran qarşıdurması nə qədər davam edəcək? İran tərəfindən verilən xəbərdarlıqlar və göstərilən qətiyyətlər hələ də aktualdır. Amma 2016-cı ilin bu hadisəsi bir xatırlatmadır. Qarşıdurmalar bəzən sözlə bitmir. O zaman Amerika hərbiçiləri İranın qorxunc qətiyyəti qarşısında geri addım atdılar. Ən önəmlisi isə İran hər hansı bir müharibəyə və yaranacaq ağır şəraitə hazır olduğunu göstərdi. Bugün növbəti sual budur. Bu təhlükə yenə təkrarlanarsa, Vaşinqton necə cavab verəcək?